Salam əziz dostlar, kanalımıza xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə qaymaqlı toyuq hazırlayacağıq. Əvvəlcə toyuqlarımızı duzlayıb, hər iki tərəfini nar kimi qızarana dək bişiririk. Toyuğun dərisinin çıtır-çıtır olması çox vacibdir. Toyuqlarımızı kənara alırıq və daha sonra həmin tavada sosumuzu hazırlayırıq. Sosun həm axıcı, həm də dadlı olması üçün mən 2 növ qaymaqdan istifadə edirəm. Əvvəlcə duru qaymağı, sonra isə qatı qaymağı tavaya əlavə edirəm. Bol sarımsaq, zövqə görə duz, istiot, qırmızı pul biber əlavə edib sosumuzu yaxşı qarışdırıram. Qızartdığımız toyuqları sosun içinə əlavə edirəm. Üzərinə keşniş əlavə edirik və 5-10 dəqiqə vamxodda dadların bir-birinə keçməsini gözləyirik. Hazırlayan hər kəsə nuş olsun. Videonu bəyəndinizsə kanalıma abunə olmağı və bəyənməyi unutmayın. Sizin dəstəyiniz mənim üçün çox dəyərlidir. Hər birinizə təşəkkür edirəm.